Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Elhamdülillahi rabbil alamin ve sallallahu ala Muhammedin ve alihi tayyibin tahirin. Ve la'netullah ala a'daihim ecmaîn. Allahumme accil ve likel ferac. Hz. İmam Zaman Əcəlallah Fərəcəhin bəhsindən davam olaraq bu mövzuya toxunaq ki, Həzrətin ümumiyyətlə qeyb mövzusuna ki, gəlib çatmışıq, elhamdülillah, Allahın tövfiqatı ilə. İmamın ümumiyyətlə qeybə çəkilməyi öncədən xəbər verilibdir. Əhl-i Beyt əleyhissalam tərəfindən öncədən məlumat verilib ki, imam, yəni 12-ci imamımız qeybə çəkiləcək və 2 qeyb dövr olacaq və s. Ki, bu haqda biz məsələn rivayətlərə də müraciət edəcəyik inşallah ki, məlumat olaraq bilək ki, həqiqətən də bunun dəlilləri nələrdir, hansılardır? Məsələn, birinci Peyğəmbər sallallahu aleyhi və aleyhdən bizim rivayətlərimiz var. Məsələn, deyək, Kəmaləddin və Tamam-ı Ni'mədə 287-ci səhifəsində mötəbər sənədlə Həzrəti Peyğəmbər sallallahu aleyhi və aleyhdən nəql olunur ki, Əbu Bəsir İmam Sadiq əleyhissalamdan nəql etdiyi rivayətdir ki, öz pak ata-babalarından ta onlar da Peyğəmbər sallallahu buyurur ki, Əl-Məhdiyyə min vüldi ismuhu ismi və kunyətuhu kunyəti əşrəhün nas bi xalqan və xulqan təkunu ləhu qeybətun və hayrətun həttə tədilləl xalqu ən ədyanihim. فإن ذلك يقبل كالشحاب الثاقب يملأها قسطا وعدلا كما ملئت ظلما وجورا. Həzrət sallallahu aleyhi və aleyh buyurur ki, Mehdi mənim övladlarımdandır, onun adı mənim adımdandır, künyəsi mənim künyəmdəndir, yaradılışdan, zahirdən və elə əxlaq, mənəviyyat baxımından da insanların arasında ən çox mənə oxşayandır. Onun qeyb dövründə insanların zəlalətə düşməyi o qədər çox olacaq ki, heyrətə düşməsi, azğınlığı o qədər çox olacaq ki, dinlərindən azacaqlar və bu vaxtda o parlaq bir ulduz kimi gələcək, zahir olacaq və yer üzünü zülmlə dolduğu kimi ədalətlə dolduracaq. Və həmçinin də başqa bir sənədlə də Salih İbn Uqabədən ki, o da öz atası, o da İmam Baqir əleyhissalamdan ta onlar da pak ata-babalarından əleyhissalamdan ki, Allah Resulü sallallahu aleyhi və aleyhin belə buyurduğunu nəql ediblər ki, Həzrət buyururdu ki, Əl-Məhdiyyə min vüldi təkunu ləhu qaybətun və hayrətun tədillu fihəl uməm. Ki, Mehdi mənim övladlarımdandır, o qeybə çəkiləcək və bu qeybi dövründə insanlar ki, zəlalətə düşəcəklər və Peyğəmbərlərin mirasını özü ilə gətirəcək gələndə və yer üzünü zülmlə dolduğu kimi ədalətlə dolduracaqdır. Hətta başqa bir sənədlə yenə də İmam Rıza əleyhissalamdan Şeyx rəhmətləri nəql edir ki, o da öz pak ata-babalarından, aleyhissalamdan, onlar da Peyğəmbər sallallahu aleyhi və aleyhdən ki, Həzrət ki, bu cür xitab edir ki, وَالَّذِ بَعْسَنِ بِالْحَقِّ بَشِيرًا لَيَغَيَّبْنَا الْقَائِمْ مِنْ وُلْدِ بِأَحْدِ مَعْهُودٍ إِلَيْهِ مِنِّي حَتَّى يَقُولَ أَكْثَرُ النَّاسِ مَا لِلَّهِ فِي آلِ مُحَمَّدٍ حَاجَةٌ وَيَشُقُّ آخَرُونَ فِي وِلَادَتِهِ فَمَنْ أَدْرَكَ زَمَانَهُ فَلْيَتَمَسَّكْ بِدِينِهِ وَلَا يَجْعَلْ لِلشَّيْطَانِ إِلَيْهِ سَبِيلًا بِشَكِّهِ. Həzrət buyurur ki, and olsun o kəsək, yəni Allaha ki, məni haqla müjdəliyən qərar verib göndəribdir. Övladlarımdan olan qaim Əcəlallah Fərəcə məndən ona çatan əhdlə qeybə çəkiləcək və insanların çoxu bu halda deyəcək ki, Ali Muhammedin ailəsinin daha heç bir işi yoxdur, heç bir əməli qalmayıb. Hətta bəziləri onun dünyaya gəlməsi haqqında şəkk eləyəcək. Və imamın dövrünə yetişən şəxslər dinini möhkəm saxlasın, şeytana onu şübhəyə salmağa və mənim dinimdən çıxmağa imkan verməsin. Necə ki, sizdən əvvəl ata-ananızı cənnətdən xaric elədi.
ki, Allah şeytan iman gətirməyənlərin dostu qərar verib. İnnallaha azza və cəl cəaləş-şəyatinə əvliya ələl-ləzīnə la yu'minun. Yəni iman gətirməyənlərin dostudur şeytanlar. Və həmçinin də başqa bir sənədlə Şeyx Sadıq Rəhmətullah Uyun Əxbarı kitabında ki, 2-ci cildin 59-cu səhifəsində mötəbər bir sənədlə ki, rivayət gətirir yerdə Həzrəti Peyğəmbər sallallahu aleyhi və aleyhə söykənli sənəd ki, Həzrət buyurur ki, bizim haqq olan qaim qiyam etməyənə qədər qiyamət olmayacaq və qiyam Allahın ona icazə verdiyi gün başlayacaq, ona tabi olan hər bir şəxs nicat tapacaq. Ey insanlar, ey Allahın bəndələri, Allahın ipindən möhkəm tutun, hətta qar və buzların üzərində olsa belə onun axtarışına gedin. Çünki o Allahın və mənim xəlifəmdir ki, bu cür Həzrət xəbərində buyurur. Və həmçinin Əli əleyhissalamdan bizə çatan rivayətlərdə var ki, İmam Məhdi Əcəlallah fərəcə qeybət çəkiləcək. Məsələn, Kəmaluddin kitabında ki, belə deyək, sənədlə Şeyx Sadıq Rəhmətullah Aleyh 288-ci səhifəsində, həmçinin Kafirin də 1-ci cildinin 338-ci səhifəsində bu rivayətlər mövcuddur ki, Əsbəq ibn Nəbatə Əli əleyhissalamdan nəql edir. Hər iki hədisi ki, deyir, mən Əli əleyhissalamın yanına daxil oldum ki, gəldim ola fəvəcətətuhu mütəfəkkirən yankutu fil ardı fəqultu ya əmirəl mü'minin ma li ərəkə mütəfəkkirən tənkutu fil ardı ərğibdə fiyhə fəqalə la vəllahu ma rəğibdu fiyhə və la fid dünya yevmən qat. Həzrət yanına deyir ki, Əsbəq ibn Nəbatə deyir ki, Əli əleyhissalamın yanına daxil oldum, gəldim, gördüm ki, Həzrət fikirli halda, təfəkkür edən vəziyyətdə idi və əlini astaca yerə vururdu. Deyir, mən soruşdum ki, ey əmirəl-möminin, bəs niyə görə fikirlisiniz və əlinizi vurursunuz bu cür yerə ki, bunu xoşlayırsınız ki, yəni dünya malını sevirsiniz, ya da əlinizi vurmağı ki, bu işdən nəsə bir xoşunuz gəlir. Çünki sahabə də imamdan ibrət götürür, onun hərəkətlərinə diqqət edir, maraqlanır ki, bəlkə burada bir hikmət var, məsələ var. Deyir, İmam Əli əleyhissalam buyurur ki, and olsun Allaha ki, indiyə qədər bir gün də olsa belə yerə, dünyaya, onun mal mülkünə heç vaxt rəğbətim olmayıbdır. Öz nəslimdən olan 11-ci övladım haqqında təfəkkür edirəm ki, o yer üzünü zülmlə dolduğu kimi ədalətlə dolduracaq, həmin Məhdidir və qeybət çəkiləcək və bu qeybət çəkildiyi vaxtda insanlar azğınlığa düşəcəklər. Bir dəstə isə onun yolunu azacaq, başqa bir dəstə isə hidayət olacaq. Mən yenə sual verdim ki, ya əmirəl-möminin, bəs görəsən bu həqiqətən mi olacaq? Yəni bu dedikləriniz baş verəcək. Həzrət deyir ki, bəli, kəma ənəhu məxluqun və anələkə bi ilmil bi hədəl əmri ya əsbəq uləikə xiyaru hədəhil ümməti mə'l əbrari həzəhil itrəti. Həzrət deyir ki, bəli, dünyaya gəldiyi kimi də bu olacaq. Ki, necə ki, xəlq olunur, dünyaya gəlib, bu cür də olacaq. Ey əsbəq, sən hara bu məsələdən xəbərdar olmaq haradır? Yəni, onlar bu itrətin, yəni Əhl-i əleyhissalamın yaxşıları ilə birgə bu ümmətin seçilmişləridir. Yəni, ey əsbəq, sən bunu bilə bilməzsən ki, sənin dərəcən məqamın harada, biz hara? Yəni, sən bizimlə müqayisə edilə bilməzsən, ona görə təbiidir ki, sən bu sualı da verəcəkdin. Və digər dediyimiz kimi sənədli rivayətdə də Əsbəq ibn Nəbatə yenə Əli əleyhissalamdan nəql elədiyi hədisdir ki, deyir Əli əleyhissalam bu cür buyurdu ki, İmam Zaman Əcəlallah fərəcəhi zikr elədi, ənəhu zəkərəl qaimə Əcəlallah fərəcə fəqalə. Deyir, ağanı zikirdə yad elədi və buyurdu ki, elə bir qeybi var ki, Məhdinin cahillər deyəcək ki, Allahın Ali Muhammeddən daha heç bir şey qalmayıbdır, heç bir hacəti yoxdur.
Ki bu da açıq-aşkar göstərir ki, Əli əleyhissalam ümumiyyətlə Cəlal Fərəcəhin qeybət çəkilməyi haqqında neyinir? Bizə məlumat verir. Sonra məsələn İmam Həsən əleyhissalamdan var bu haqda rivayət. Məsələn, biri Şeyx Tusi Əl-Qeybə kitabındadır. Mərhum Şeyx Tusi rəhmətullah aleyh Əl-Qeybə əsərinin 437-ci səhifəsində rivayət nəql edir ki, Umeyrə bint Nufeyl ki, deyir ki, Səmi'tu Həsən ibn Ali aleyhissalam yəqul lə yəkunu həzəl əmrüləzi təntəzirunə həttə yəbrə'ə bə'dukum min bə'din və yəl'ənə bə'dukum bə'dən. Həzrət deməli İmam Həsən əleyhissalamdan belə nəql edir ki, Umeyrə ki, belə dediyini eşitdim ki, İmam bu cür buyurdu ki, intizarında olduğunuz bu hadisə, yəni qiyam, bir-birinizdən bezməyənə qədər, bir-birinizi lənət oxumayana qədər, bir-birinizə tüpürməyənə qədər, hətta bir dəstəviz digərimizi kafir hesab eləməyənə qədər baş verməyəcək. Deyir, mən sual verdim ki, bəs onda bir xeyr yoxdur. Yəni bu üstündə bir xeyir olmaz da, yəni bu mənada sual verir və İmam əleyhissalam cavabındadır ki, bütün xeyirlər ondadır. O zaman bizim qaim Əcəlallah fərəcə qiyam edəcək və bütün bu ki, uyğun olmayan, düzgün getməyən işləri də nizama salacaq ki, onların hamısını nizamlayacaq. Və başqa bir hədisi də Şeyx Sadıq rəhmətullah Kəmaləddin və Tamamül Meymədə 315-ci səhifəsində mötəbər sənədlə nəql edib ki, orada Əbu Said Əqis nəql edir. Bəs o da İmam Həsən əleyhissalamdan nəql etdiyi bir məsələdir ki, Əbu Said Əqis deyir ki, Vəmmə Salihəl Həsən Həsən ibn Aliyin aleyhissalam Muaviyyət ibn Əbu Sufyan rəhmətullah aleyh dəxələ aleyhin nas fələməhu bə'duhum ələ bəyətihi fəqalə aleyhissalam. Deməli deyir ki, İmam Həsən əleyhissalam Muaviyyə ilə sülhü bağlayandan sonra cəmaat onun yanına getdi və onların bəziləri Muaviyyə ki, hakimiyyəti verməyinə görə İmam Həsən əleyhissalama qınaq etdilər. İmam da dedi ki, vay olsun sizə ki, and olsun Allaha ki, mənim nə etdiyimi bilmirsiniz. Mənim gördüyüm iş, yəni bu sülh, şiələrin mənim şiələrim üçün günəşin üzərindən nur saçdığı və qurub etdiyi hər şeydən daha üstündür. Yəni o qədər mühüm bir işdir ki, mən bunu eləmişəm. Necə siz bilmirsiniz ki, mən sizin imamınızam, sizin mənə itaat etməyiniz vacibdir və Resulullahın sallallahu aleyhi və aleyhin əmrinə əsasən mən bu cənnət cavanlarının iki arasından biriyəm. Dedilər, bəli, bilirik. Cavab verdilər imama. Üstədə əgər İmam da buyurdu ki, məgər Xızır əleyhissalamın gəmini deşməsinin, onları qarşılamayan şəhərdə divar inşa etməsinin və oğlan uşağını öldürməsinin Musa ibn İmranın qəzəbinə səbəb olmağını bilmirsiniz. Ona görə qəzəbli idi ki, bu işlərin hikmətini bilmirdi. Halbuki onların hamısı Allahın yanında hikmətli və doğru idi. Məgər qaimdən savayı, qeyri Əcəlallah fərəcəhdən, bizlərdən hər birimizin üzərində öz dövrünün tağutunun beyət olduğunu bilmirsiniz. O həmin şəxsdir ki, İsa ibn Məryəm aleyhissalam onun arxasında namaz qılacaq. Onun təvəllüdü Allah tərəfindən gizli saxlanılacaq. Yəni İmam Zaman Əcəlallah fərəcəhin. Özü isə insanların gözündən qeybə çəkiləcək ki, qiyam etdiyi vaxt üzərində heç kimin beyəti ki, olmasın. Və o qardaşım Hüseynin nəslindən olan 9-cudur. Ki, yəni 9-cu övladıdır. Zəlikə Tasir min Vuldi Əxil Hüseyin aleyhissalam. Ki, Həzrət sözünün davamında buyurur ki, o kənizlərin xanımının oğludur. Allah qeyb dövründən ömrünü uzadacaq. Sonra isə onun yaşı 40-dan da az olan bir insan surətində aşkar olacaq, zahir olacaq ki, Allahın hər bir işə qadir olduğunu görsünlər. Ki bu da, yəni bu rivayətlər xülasədir, yəni bunlar da göstərir ki, nədir? İmam Həsən əleyhissalam da bu qeyb mövzusuna toxunaraq açıq-aşkar bunu bəyan edibdir. Və həmçinin İmam Hüseyin əleyhissalamla da bu mövzuda bizim rivayətimiz mövcuddur. Yəni Həzrət İmam Hüseyin aleyhissalam mübarək hədislərində bəyan edibdir ki, bəs mənim övladlarımdan məhv olacaq, o da həmçinin qeybət çəkiləcək. Ki bu da təbii ki, danılmazdır.
Məsələn, onlardan bir ikisini sizə təbərrükən zikr edək ki, bizdə o dəlillərdən məlumatımız olsun. Məsələn, elə iki hədis mərhum Şeyx Sadıq Rəhmətullah Kəmaluddin və Tamamul Ni'mət kitabında keçir. Ki, 317-ci səhifədə elə ardıcı olan iki hədisdir ki, biri Abdullah bin Şərik, Həmdan qəbiləsindən olan bir şəxsdir. Birini o nəql edir rivayəti və deyir ki, Səbi'tul Hüseyn ibn Aliyin aleyhissalam yaqul قائم هذه الأمة هو التاسع من الولد وهو صاحب الغيبة وهو الذي يقسم ميراثه وهو حي. Həzrət İmam Hüseyn aleyhissalam belə deyir, buyurduğunu mən eşitdim ki, Həzrət buyurur ki, bu ümmətin qaimi mənim nəslimin olan 9-cu şəxsdir və o həmin şəxsdir ki, qeybə çəkiləcək, gözlərdən itəcək və mirası həyatda olduğu zaman bölünəcək. Yəni o diridir, amma onun mirası başqaları arasında bölünəcək, yəni haqqı olmayanlar arasında. Digər isə Əbdurrahman bin Səddən nəql olunur ki, İmam Hüseyn aleyhissalam buyurur ki, bizim aramızda 12 nəfər hidayət olunmuş şəxs var ki, onların birincisi Əli ibn Məhdi var, 12 Məhdi var ki, onların birincisi Əli ibn Əbi Talib, sonrası mənim nəslimə olan 9-cu şəxsdir, yəni İmam Məhdi cavab verəcək. Və o haqq uğrunda qiyam edəcək şəxsdir. Allah onun əli ilə ölmüş torpağı dirildəcək və müşriklərin xoşuna gəlməsə haqq din olan İslamı bütün dinlərə qalib edəcək və qeybə çəkiləcək. Və bu dövrdə bəzi insanlar dindən çıxacaq, bəziləri dinlə qayıdacaq ki, dində qalan bir dəstə əziyyətlər görəcək və onlara deyəcəklər ki, əgər doğru danışırsınızsa, deyirsinizsə, söyləyin ki, bu vədə, yəni qiyam nə vaxt baş verəcək. Bu əziyyətlərə və qeyb dövründə imanın inkar olunmasına səbr edən şəxs sanki Peyğəmbər sallallahu cihad eləmiş, qılıncla cihad eləmiş şəxsin hökmündədir. Ki, bir mənzilətil mücahidi bis seyfi bəynə gedək Rasulullah sallallahu aleyhi və səlləm. Və həmçinin İmam Zeynul Abidin aleyhissalam da bu mövzuda bizə xəbər veribdir. Məsələn, İhticac kitabının 2-ci cildində 152-ci səhifəsində mötəbər sənədlə ki, nəql olunur ki, deməli, Əbu Xalid Kəbuli deyir ki, İmam Zeynul Abidin aleyhissalamın yanına gəldim və ağaya dedim ki, ey Rəsulullahın evladı, mənə o kəslərdən xəbər ver ki, Allah onlara itaat etməyi və onların mühəbbətini bizə vacib edir. Həmçinin Allah Rəsulü sallallahu aleyhi və aleyhdən sonra onu iqtida etməyi öz bəndələrinə vacibat bilib. Bir İmam aleyhissalam buyurdu ki, atam atasından, o da Peyğəmbər sallallahu aleyhi və aleyhdən buyurubdur ki, oğlum Cəfər ibn Muhammed ibn Ali ibn Sadiqin adını verin. İbn Hüseyn, İbn Əli ibn Əbi Talib aleyhissalamın anadan olduğu zaman Sadiq adını verir. Çünki onun nəslindən olan 5-ci şəxsin də adı Cəfər olacaq. Və o cürət eləyəcək ki, Allah'a yalan nisbət verməklə imamət iddiası eləsin. Yəni özünü Məhdi adlandıracaq. Deməli, məsumlar hətta qabaqcıdan bilirdi ki, nə idi? Bir imamın qardaşında da Cəfər olacaq. Və o kəzzab olacaq, yalancı olacaq. Ona görə də qabaqcılar nə elədilər? İmamın, 6-cı imamın, Cəfər Sadiq aleyhissalamın adının yanında ləqəb olaraq Sadiq ləqəbini qoydular ki, tapşırdılar ki, niyə o biri Cəfərlə qarışdırmasınlar. İmam Cəfər aleyhissalam hansı? Əs-Sadiq yoxsa Əl-Kəzib hansıdır? Deməli, yalancı Cəfər olacaq və bu imamın da adını Sadiq adı ilə, ləqəbi ilə zinətləndirin ki, fərqlənsin. Və həqiqətən də təbii ki, bu oldu, tarixdə də bu mövcuddur və Allah yanında Cəfər-i Kəzzab Allaha iftira atan və layiq olmadığı bir şey iddia edəndir və atasına qarşı çıxacaq və qardaşına paxallıq edəcək. O Allahın öz vəlisinin qeybi dövründə üstünə örtdüyü şeyin üzərindən pərdəni götürmək istəyəcək. Deyir, İmam Zeynalabdin aleyhissalam sonra bərk ağladı və dedi ki, sanki Cəfər-i Kəzzabın öz dövrünün tağutunu qeyb pərdəsində qorunun Allah vəlisinin məsələsini təftiş etməyə məcbur etdiyini və onun təvəllüdü, doğumu haqqında məlumatsız olduğu halda Məhdini tapacağı təqdirdə öldürmək və mirasını tamahkarlıqla ələ keçirmək niyyətində olan bir şəxsi atasının evinə məmur etmək istəyir. Yəni, o məsələsi gəlir İsa'nın evinə.
Və yəni İmam Zaman Əcəlallah Fərcəhin atası İmam Həsən Əskər Rəsəmin evinə belə bir tağutu təyin etmək istəyir. Bu hətta olubdur. Və deyir, mən də sual etdim ki, Peyğəmbərin balası, məgər belə şey olar? İmam dedi ki, and olsun Allaha olar. Bu bizim yanımızdakı və Peyğəmbər sallallahu aleyhi və aleyhdən sonra düçar olacağımız çətinliklərin qeyb olunduğu səhifədə yazılıbdır. Yəni o da ki, niyə insanların əlində deyil, məsumların yanındadır. Ki, biz də qeyd etdik ki, ey Allah Rəsulunun evladı, daha sonra nə baş verəcək? İmam Əleyhisselam buyurdu ki, sonra imamların onun ikincisi olan Allah vəlicisinin qeyb dövrü uzanacaq və ey Əba Xalid, qeyb dövründə onun imamətinə inananlar və zuhurunu gözləyənlər digər dövrlərin insanlarından əfsəldir, üstündürlər. Çünki Allah təbarək və teala onlara elə bir əql, şuur və idrak əta edibdir ki, İmam Əleyhisselam qeybdə olsa da onlar sanki onu görür və Allah həmin dövrdə onları Peyğəmbər sallallahu birgə vuruşa mücahidlər kimi qərar veribdir və onlar həqiqi müxlislərdir, yəni xalislərdir və bizim həqiqi şiələrimizdir, aşkarda və gizlində Allahın dininə dəvət edənlərdir. İmam Əleyhisselam daha sonra dedi ki, fərəcin intizarında olmaq fərəclərin ən üstünüdür. Ki, bu da Hz. İmam Səccad Əleyhisselamın bəyanında qeybin olması üçün açıq-aşkar bir dəlil idi. Burada əslində mətləblər çoxdur hədisin içində, sadəcə bəlkə də yadınıza düşürsə, xatırlayırsa, biz bu hədislərin bəzilərini təkrar deyirik artıq. Çünki niyə mövzulara uyğun olduğu üçün, hər bir rivayətin necə məsələyə uyğunluq olduğu üçün bəzən o mövzularda da bu təkrarçılığa yol verir ki, niyə? Çünki həmin hədisin digər bir məsələ ilə də açıq-aşkar, yəni bağlılığı mövcuddur. Və daha sonra İmam Baqir Əleyhisselamdan məsələn hədisimiz var ki, İmam Baqir Əleyhisselam açıq-aşkar qeyb məsələsinə bəyan vurur. Və Kamaluddin kitabında ki, 325-ci səhifədə Əbu Bəsirdən nəql olunur ki, İmam Baqir Əleyhisselam Allah Təbarək və Teala'nın Qur'an-ı Kərimdə Mülk surəsi 30-cu ayədə buyurduğu Bismillah qul ərəaytum in əsbəhə ma'ukum qavran fəmən yətikum biməin mə'in ayəsi haqqında ki, deyin görək, əgər suyunuz çəkilib getsə, kim sizə bir axar su gətirə biləcək, davamlı su gətirə bilər? Ki, deyir, bu ayə haqqında buyurdu ki, bu ayə İmam Məhdi Əcəlallah Fərcəhin haqqında nazil olub. Əgər imamımız gözlərdən itib qeybə çəkilsə və siz onun harada olduğunu bilməsəniz, göylərin və yerin xəbərlərini Allahın halal və haramını sizə çatdıran imamı kim aşkar edə bilər? Və Həzrət deyir, sonra sözünün davamında sümmə qal ki, dedi ki, Əleyhisselam Vallahu ma cəə tə'vilu hədihil əyə, dedi ki, and olsun Allaha, bu ayənin təvili, mənası hələ gerçək olmayıb, lakin mütləq bu baş verəcək və labüddür. Yəni mütləqdir ki, bu baş verəcək. Və yaxud da başqa bir hətta rivayətdə Əbu Carud Ziyad ibn Munzirdən nəql edir ki, İmam Baqir Əleyhisselam mənə belə dedi ki, bu da Şeyx Numanın Əl-Qeybə kitabının 154-cü səhifəsində keçir. Deyir, İmam dedi ki, ey Əbu Carud, cəmaət qaim öldü ya da həlak oldu, yaxud məlum deyil hara gedir və yaxud da nə vaxt qiyam edəcək. Onun sümükləri də çürüyüb. Dedi ki, bu kimi sözləri deyən zaman ona ümidli olun. Yəni İmam Zaman Əcəlallah Fərcəhin əksinə ümidli olun və onun xəbərini eşidən kimi ona tərəf tələsin, yəni zöhür eşidən kimi. Hətta bu üstündə sürüşməli olsanız belə. Yəni nə qədər çətinlikdə olsanız, çalışın özünüzü, qaçın birləşdirin İmam Məhdi Əcəlallah Fərcəhin. Daha sonra biz baxırıq ki, rivayətlərdə İmam Sadiq Əleyhisselamdan da bu haqda məlumatlarımız var. Məsələn, yenə də Kamaluddin kitabında biz müraciət edirik, görürük ki, Səffan bin Mehran Cəmmal İmam Sadiq Əleyhisselamdan bir rivayət gətirir ki, and olsun Allaha, sizin məhdiniz gözlərdən qeybə çəkiləcək, aranızdakı cahillər də deyəcək ki, bəs Ali Muhammedin sallallahu aleyhi və səlləmin ailəsindən daha heç bir iş qalmadı. Yəni Allahla arasında heç bir iş qalmadı və deyir, sonra isə parlayan bir ulduz kimi gələcək, zühur edəcək və yer üzünü zülmlə dolduğu kimi ədalətlə dolduracaq.
Hətta Kafidə olan başqa bir hədisdə ki, 1-ci cildin 338-ci səhifəsində Muhammed bin Müslim İmam Sadiq əleyhissalamdan belə eşitdiyini deyir ki, "İn balağakum ən sahibi həzəl əmri qaybətun fələ tunkiruha." Ki, bu işin, qiyamın sahibinin qeybə çəkilməsi xəbəri sizə çatsa, onu inkar etməyin. Ki, hətta Zürarə İbn Əyyubun oğlu Ubeyd bin Zürarə İmam Sadiq əleyhissalam başqa bir hədis nəql edir ki, Kafidə gəlir ki, deməli İmam Mehtəcə və Fərəcəhin qeybətən iki qeybi var. Yəşhədu fi ihtəhuma əl-məvasim yərən nasə və lə yəranahu. Deyir, iki dənə qeyb dövr olacaq. Onlardan birində həc mövsümündə iştirak edəcək. O cəmaatı görəcək, amma cəmaat onu görməyəcək. Ki, bunlar da açıq dəlalət edir ki, İmam Sadiq əleyhissalam zühr haqqında bizə məlumat verir. Və daha sonra İmam Musa Kazım əleyhissalamdan var bu haqda rivayətlər ki, onlardan birini təbərrükən zikr eləyək ki, Kafidə deməli 336-cı səhifəsində 1-ci cildin Əli ibn Cəfər nəql edir ki, qardaşım İmam Kazım əleyhissalam buyurdu ki, 7-ci imamın 5-ci övladı gözlərdən itəndə qeybə çəkildiyi vaxtda, yəni ki, min qeybətin hətta yərciə ən həzəl əmri ki, bu qeybə çəkilən vaxtı Allahın ipindən möhkəm yapışın. Yəni bərk tutun, Allahın ipindən möhkəm tutun və kimsə sizi ondan ayırmasın. Sonra Həzrət buyurur ki, ey mənim övladım, bu işin sahibinin qeybə çəkilməsi qaçılmazdır və bu zaman hətta ona etiqad edənlərin bəziləri öz fikrinin böləcək və bu dönmək ki baş verdi, Allah tərəfindən bəndələrini sınaq üçün bir imtihan olacaq. Dininizdən əl çəkməyin, çünki atalarınız və böyükləriniz bundan daha düzgün bildiğini tanısaydılar, ona etiqad edərdilər. Bir mən də dedim ki, ya seyyidi, mənil xamisu min vüldü sabi, ey mənim seyyidim, bəs 7-ci imamın 5-ci övladı kimdir? Ki, Həzrət buyur ki, ya bunayya, oqulukum təsğuru ən həzə. Deyir, ey mənim övladım, sizin ağlınız bunun üçün kifayət eləmir. Yəni, bunu dərk etmək üçün yetərli deyil və ruhunuz bunu tam şəkildə əhatə etmək qüdrətində deyil. Amma sağ qalsaz, yaşasaz, həsofə tudrikunəhu və sonra onu başa düşəcəksiniz. Bu da İmam Musa Kazım əleyhissalamın məlumatlarından biridir ki, açıq-aşkar qeybət haqqında bizə bəyan elədi. Və digər İmam Rıza əleyhissalamın da bu haqda bizə bir məlumatı çatıb ki, Rəyyan bin Səd ki, nəql edir ki, bəs qultu Rıza əleyhissalam əntə sahibi həzəl əmri fəqalə əleyhissalam ənə sahibi həzəl əmr وَلَكِنِّ لَسْتُ بِالَّذِ أَمْلَأُهَا أَدْلًا كَمَا مُلِئَتْ جَوْرًا. Həzrətə sual verdim ki, bu işin sahibi sizsiniz, yəni zuhurun, qiyamın. İmam Rıza Aleyhisselam deyir ki, mən imamətin sahibiyəm bu işin, amma mən o şəxs deyiləm ki, yer üzülümlə dolduğu kimi ədalətlə doldurum. Vücudumdakı bu zəifliklə necə həmin şəxs ola bilərəm mən? Yəni, vücudum ki, elə bir zəiflik, o şəxs kimi ola bilmərəm. Deyir, amma qaim o şəxsdir ki, Əcəlallah fərəcə, qocaların yaşında, ancaq cavanların surətində zahir olacaq. Onun bədəni o qədər güclü olacaq ki, əgər əli ilə yer üzünün ən böyük ağacını çəksə, onu kökündən çıxarır. Əgər dağlar arasında nalə eləsə, səsi ucatsa, qayalar parçalanır. Musanın əsası Süleymanın üzü aleyhissalamın ondadır. O mənim nəslimdən 4-cü şəxsdir. Allah onu öz qeyb pərdəsində istədiyi qədər saxlayar və sonra onu yer üzündə ədalətin bərqərar vermək üçün aşkar eləyər, zahir edər. Sonra İmam Cavad əleyhissalam bu haqda xəbər verir. Kəmaluddin kitabında 377-ci səhifədə
rivayətdə mötəbər sənədlə ki, Əbdüləzim Həsən nəql edir ki, Seyyidi Muhammed ibn Ali ibn Musa ibn Cəfər ibn Muhammed bin Ali ibn Hüseyin bin Ali ibn Əbi Talib aleyhisselamın yanına daxil oldum. Yəni İmam Cavad aleyhisselam ki, bütün pak ata-babalarının sayır Əbdüləzim Həsənə ehtiramla ki, deyir və İmam Məhdi Cəlal Fərəc haqqında sual verdim ki, bu həmin Məhdidir yoxsa başqasıdır? Deyir, elə mən ki, bu fikirlə yaxınlaşmışdım. Deyir, İmam məni qabaqladı. Öncədən dedi ki, ey Əbəl Qasım, bizim qaim həmin Məhdidir. Əcəlallah fərəcə qeybdə olduğu zaman intizarında olun. Zühür etdikdə ona tabi olun. O mənim 3-cü nəslimdir. Yəni, məndən sonraki 3-cü övladım mənasındadır. Və Muhammed sallallahu aleyhi və aleyhi peyğəmbərliyə, nübüvvətə seçən və bizə imamət bəxş edən kəsə and olsun ki, yəni Allah and olsun ki, əgər dünyanın sonuna bir gün qalmış olsa belə Allah Teala həmin gün o qədər uzadacaq ki, o şəxs qiyam eləsin və yer üzünü zülmlə dolan kimi ədalətlə əvəz edib doldursun. Ki, bu da həmçinin İmam Cavad Aleyhisselamın nəql olunmuş səhih rivayətdir və həmçinin Səqir ibn Əbu Düləfidən də bir rivayət var ki, İmam Sadiq Aleyhisselamın nəqli, İmam Cavad Aleyhisselamın nəql edib də bu mövzusundan qədər. Orada da həmçinin mötəbər sənədlidir və Əl-Xərac və Cərraih kitabın 3-cü cildində bu rivayət keçir. Ki, məsələn, İmam Hadi Aleyhisselamın məsələn, özündən də mübarək bir hədisimiz var. Həmçinin ki, bu haqdakı Həzrətin zuhuru haqqında bu qeyd vurulur. Yəni, nə? Həzrəti İmam Zaman Əcəlallah Fərəcə qeybət çəkilməsi mənasında. Həmin rivayətdə Kəmaluddin kitabının 381-ci səhifəsində mötəbər sənədlə keçir ki, Əbu Haşim Davud ibn Qasim Cəfəri sənədi ilə nəql edir ki, bu şəxs böyle Bağdadda yaşamış şəxs olub, çox mötəbər şəxs olub, İmam Rıza Aleyhisselamın, İmam Cavad Aleyhisselamın, İmam Hadi və İmam Həsən Əskəri Aleyhisselamın yanında böyük bir məqam sahibi olan şəxs olub özdə və hədis ravisi olub və hətta kitablar yazıb. Ki, hətta atasının kitab yazıb ki, kitabda atası İmam Sadiq Aleyhisselamın rivayətlər nəql edibdir və imamların məşhur səfirlərinin belə deyək də arasında olubdu ki, İmam Həsən Əskəri Aleyhisselamın yəni şiələri onun haqqında ittifaq ediblər. Alimlər də deyir ki, onun haqqında ittifaq var. Həmin belə bir şəxsiyyət İmam Hadi Aleyhisselamdan bu hədisi nəql edir ki, məndən sonraki xəlifə övladım Həsəndir. Yəni İmam Həsən Əskəri Aleyhisselam. Deyir, İmam sual elədi ki, bəs onun canişini ilə, xəlifəsi ilə aramız necədir? Deyir, mən də dedim ki, cü'ültü fidak. Sənə fəda olub, niyə belə deyirsən ki? İmam dedi ki, çünki siz onun vücudunu görmürsünüz və onun adını çəkmək sizə icazəli deyil. Soruşdum ki, bəs yaxşı, onu necə xatırlayaq, zikr eləyək? İmam dedi ki, belə deyin, Ali Muhammedin sallallahu aleyhi və səlləmin höccəti, yəni Əhl-i Beytin höccəti olaraq yad ediyor. Yəni, bu da İmam Hadi Aleyhisselamın aşkar göstərişidir ki, nədir? Deyir ki, lə tərəvnə şəxsəhu, onu şəxsiyyət olaraq görməyəcəksiniz. Yəni, bu nədir? Qeybdə olmaq mənasıdır. Daha sonra İmam Həsən Əskəri Aleyhisselamın yəni, atasının bu haqda bizə məlumatı var ki, Şeyx Sadiq Rəhmətullah Kəmaluddində nəql edir, mötəbər sənədlə ki, Əbu Əli ibn Həmmam sənədi ilə o da Muhammed ibn Osman əmirinin atası Osman bin Səid əmirdən ki, deyir, mən Əbu Muhammed Həsən ibn Əlinin, yəni İmam Həsən Əskəri Aleyhisselamın külləsidir Əbu Muhammed. Ki, deyir, yanındaydım və atalarından nəql olunmuş bir hədis haqqında sual edildi və hədis də belədir ki, yer üzü qiyamət gününə kimi Allahın höccətindən boş qalmayacaq. Kim öz zamanının imamını tanımadan özü cahiliyyət dövründə, ölümündə ölmüş kim olacaq o dövrdə ki, yəni bu artıq bu hədislər haqqında da biz xeyli danışmışıq, istəmirəm uzunçuluq olsun. Bu hədisi dedilər və imam dedi ki, bu hədis açıq-aşkar bir hədisdir, bəli. Ki, Həzrətdən sual edədilər ki, bəs səndən sonraki höccət kimdir, imam kimdir? İmam Aleyhisselam dedi ki, oğlu Muhammed
Cəlala fərəcəh məndən sonraki imam və hüccətdir. Kim onu tanımadan ölsə, cahiliyyət dövründə görən kimidir, qeybə çəkiləcək və cahillər zəlalətə düşəcək, azğınlar həlak olacaq və zühura görə vaxt təyin edənlər isə yalancılardır ki, o qeybə çəkiləndən sonra qiyam edəcək və mən sanki onun başı üzərində dalğalanan ağ bayraqları görürəm. Həmin o ağ bayraqlar ki var, deyir, mən onu görürəm. Özdə bayraqlar harada olacaq ki, Nəcəf və Küfədə ki, mövcud olacaq. Və hətta başqa bir sənədlə İsbatul Hudat kitabında Şeyx Hür Amili Abdullah ibn Hüseyin ibn Səd katibdən ki, nəql edir ki, Bəni Ümeyyə və Bəni Abbas iki səbəbdən bizə qarşı qılınc çəkib, yəni İmam Həsən Əskəri əleyhissalam bunu danışır. Birincisi, ona görə ki, yaxşı bilirdilər ki, xilafətdə onların haqqı yoxdur və bizim xilafət iddiamız onları qorxudurdu. Qorxurdular ki, birdən xilafət haqqı öz sahiblərinə qaydar. Buna görə idi. İkincisi isə mütəvatir hədislər vasitəsilə xəbər əldə ediblər ki, zalimlərin hakimiyyəti bizim ailədən çıxacaq, qaimin əli ilə dağılacaq. Özlərinin zalim olmaları barəsində də heç bir şübhələri yox idi. Bu səbəbdən də İmam Mehdi Cəlala fərəcəhin dünyaya gəlməyinin qarşısını alıb, onu öldürmək üçün Peyğəmbər sallallahu əhl-beytini öldürüb və nəslini aradan aparmaq istəyirdilər. Amma Allah istəmədi ki, hətta onlardan biri belə onun sirrindən agah olsun. Necə ki, Vələv kərihəl kəfirun, hətta kafirlərin xoşu gəlməsi belə Allah Teala öz nurunu neyəcək? Tamamlayacaq. Yəni, bu qaçılmazdır. Yəni, bu kimi rivayətlər bizə bura qədər göstərdi ki, bütün məsumlar aleyhissalam İmam Mehdi Cəlala fərəcəhin qeybə çəkilməsi haqqında açıq-aşkar bizə xəbər çatdırıblar. Elhamdülillah Rabbil aləmin.